Salam, bugün sizlərə 7-ci sinif riyaziyyat dərsliyinin 2-ci hissəsinin iş dəftərinin səhifə 4-ün izahına baxacağıq. İlk olaraq 4-cü tapşırıqdan başlayaq. İş dəftərinin səhifə üçün izahı isə əvvəlki videolarda vardır. Səhifə 4-ün 4-cü tapşırığı. Arqumentin verilmiş qiymətlərində funksiyanın qiymətini tap. A bəndində bizə x dəyişən müxtəlif cür ədədləri verilmişdir. Burada gördüyünüz kimi. Və burada isə düstur verilmişdir. Düsturumuz isə 11'də 6 x çıxılsın 9 olaraq verilmişdir. İndi biz x dəyişənini müxtəlif cür ədədlərini x-in yerinə qoyaraq y-i tapacağıq. İlk olaraq bizə dəyişən olaraq -11 verilmiştir daha doğrusu. Biz ilk olaraq y mötərizə daxilində -11 düsturun yerinə qoyuruq. 11'də 6 vurulsun -11 o da bərabərdir -6 çıxılsın 9. O da bizə verəcəkdir -15 ədədini. İkincisində isə bizə x dəyişənini 0,22 vermişdir. Biz y mötərizə daxilində 0,22 bərabərdir 11'də 6 vurulsun 0,22 o da bərabərdir 1,32 çıxılsın 9. O da bizə verəcəkdir -7,68 ədədini. Burada dairəyə aldığım ədədlər isə bunların cavablarıdır. Yəni istəsəz uzun və yaxud da qısa şəkildə yaza bilərsiniz. İndi isə x-in 3-cü dəyişəni olaraq 33 verilmişdir. Bunda isə 11,6-nı vuracağıq 33-ə, o da bərabərdir 18 çıxılsın 9, o da bizə verəcəkdir 9 ədədini. Son olaraq isə 121 vermişdir. Y mötərizə daxilində 121 bərabərdir 11'də 6 vurulsun 121, o da bərabərdir 66 çıxılsın 9, o da bizə verəcəkdir 57 ədədini. İndi isə gəlin B bəndinə baxaq. B bəndində də yenə bizə x-in dəyişənləri verilmişdir. Və burada isə düsturumuz olaraq 0,5 x üstə gələk 1 olaraq verilmişdir. İndi bizdə y mötərizə daxilində -1,5 olarsa, o da bərabərdir -0,75 çıxılsın 1, o da bizə verəcəkdir 0,25'i. İkincisində isə y mötərizə daxilində -1, o da bərabərdir 0,5 üstə gələk 1. Burada 0,5, yəni buradakı 0,5 x-in aldığımız cavab olacaqdır. Üzərinə də 1 gələndə isə 0,5 ədədini verəcəkdir. Üçüncündə isə 0 verilmişdir. Y mötərizə daxilində 0 bərabərdir 0 üstə gələk 1, o da bərabərdir 1-ə. 18 olduqda isə 9 üstə gələk 1, o da bərabərdir 10 olacaqdır. 4-cü tapşırığın izahı bu qədərdir. İndi isə gəlin növbəti tapşırıq, yəni 5-ci tapşırığa keçək. Funksiyanın verilmiş qiymətlərində arqumentin hansı qiymətlərinə uyğundur? Burada bizə y verilmişdir və bizdən x-in tapılmasını soruşur. Yəni bu zaman tənlik ortaya çıxır. Bizə burada düstur verilib. Düsturumuz -4x üstə gələk 3'dür. Hər zaman düstura diqqətlə baxmamız lazımdır. Və y əgər -1 olarsa, biz tənlik yaranır. Tənliyi bu şəkildə yazacağıq. Bu şəkildə yazacaqsınız. -1 bərabərdir -4x üstə gələk 3. Buradan isə x bizə bərabər olacaqdır 1'ə. Bu şəkildə yaza bilərsiniz. İkincisində isə 0 olaraq yazacağıq. 0 bərabərdir -4x üstə gələk 3. X-imiz də bərabər olacaqdır 0,75'ə. İkincisini bu şəkildə cavabları bunlar olacaqdır. Üçüncüsünün tənliyi isə bu şəkildə qura bilərsiniz. 5,4
4 beraberdir. Çıxılsın 4x. Üstəgələk 3. X de beraber olacaktır. Mənfi 0,6'ya. Bu şəkildə A bəndini yazacaqsınız. İndi isə gəlin B bəndinin izahına baxaq. Burada da eyni qayda ilə sadəcə düstur fərqlidir. Burada düstur bizə 1,3x çıxılsın 6 olaraq verilmişdir. Yenə həmişəki kimi yerinə qoyuruq. Mənfi 0,8 bərabərdir. 1,3x çıxılsın 6. X'imiz isə bərabər olacaqdır 4'ə. İkincisində isə bu şəkildə hesablayacağıq. 0,5 bərabərdir 1,3x çıxılsın 6. X də burada bizə verəcəkdir 5 ədədini. Üçüncüsündə isə belə hesablayacağıq. Bize burada 7 verilmiştir dəyişən olarak. 7 bərabərdir 1,3x çıxılsın 6. X də bərabərdir 10 olacaqdır. 5-ci tapşırığın izahı isə bu qədərdir. Bu şəkildə yazacaqsınız. İndi isə gəlin 6-cı tapşırığın izahına baxaq. Funksiya y mötərizə daxilində x bərabərdir. X çıxılsın 6 bölünsün 12 düsturu ilə verilir. Boş xanalara uyğun ədədləri yazın. Burada hesablamalar aparmışam. Y mötərizə daxilində mənfi 4 bərabər olacaqdır mənfi 6,5'ə. Çünki mənfi 4'dən çıxıb çıxacaq 6'ya, böləcəyik 12'ye. O da bizə verəcəkdir mənfi 6,5'i. Bu şəkildə həllər də özlərinin aşağısında yazılmışdır. Yəni bunun həlli budur. Sonra isə y mötərizə daxilində 0 bərabərdir mənfi 0,5. Çünki 0 çıxılsın 6 bölünsün 12 ixtisarlar gedəcəkdir və ədəd olaraq mənfi 0,5 alınacaqdır. İkinci misalın izahı burada yazılmışdır. Y mötərizə daxilində 9 bərabərdir 0,25. 9'dan çıxacaq 6'nı böləcəyik 12 0,25 edir. Bu düsturu əsasən hesablayırıq. Sonra isə y mötərizə daxilində 6 bərabərdir 0'a. Burada isə biz artıq x'i tapacağıq. Çünki 6 çıxılsın 6 bölünsün 12 bizə verəcəkdir 0'ı. Bunu da bu şəkildə yazacaqsınız misalını. Və yenə də bizə buradan x'i soruşur. Y mötərizə daxilində 30 bərabərdir 2 olacaqdır. 30'dan çünki çıxanda 6'nı 12, 24'ü də böləndə 12, o da bizə verəcəkdir 2'ni. 6-cı tapşırığın izahı isə bu qədərdir. İndi isə gəlin 7-ci tapşırığın izahına baxaq. Qrafika görə cədvəl tamamla və tapşırıqları yerinə yetir. Bizə burada gördüyünüz kimi cədvəl verilmişdir. Cədvələ uyğun biz ədədləri tapacağıq. Burada x mənfi 25 olduqda y 20 olaraq olacaqdır. Bizdə əslində burada y soruşur. Sadəcə x olaraq mənfi 25 edəcək. İndi isə gəlin bunun səbəbinə baxaq. Hər bir dama 5-5 olaraq artıb burada gördüyünüz kimi. Və bizə isə y-in 20 olduğunu deyil. Yəni ordinat oxunun 20 olduğunu 5, 10, 15, 20 buraya gəlib düşəcəkdir. Və buna görə də biz x-i müəyyən edəcəyik. X-i müəyyən etdikdə isə gördüyünüz kimi bizə verəcəkdir. Buradan bu şəkildə gəldikdə bizə verəcəkdir. Burada olacaqdır 5, yəni mənfi 5, mənfi 10, mənfi 15, mənfi 20 və mənfi 25 bu şəkildə olacaqdır. Cədvəl bu şəkildə tamamlayırıq. Digərlərini də buna uyğun olaraq. Sonra isə bizdə x-i mənfi 20 verib y 45 olacaqdır. X mənfi 10 olduqda isə eyni qayda ilə mənfi 10 olacaqdır.
0 olduqda 15 olacaqdır. 10 olduqda isə müsbət 10 olacaqdır. 15 olduqda -5, 20 olduqda isə -20 olacaqdır. Arqumentin ən böyük və ən kiçik qiymətini yazın. Ən böyük qiyməti olacaqdır 20, ən kiçik qiyməti isə -25. B bəndində isə funksiyanın aldığı ən böyük və ən kiçik qiyməti tapın. Ən böyük 20, ən kiçik isə -20 olaraq yazacaqsınız. 8-ci məsələnin izahına baxaq indi. Arqumentin qiyməti ilə 1,2-nin hasilindən 0,5 ədədini çıxmaqla funksiyanın qiyməti alınır. Arqumenti x funksiyanı y ilə işarə etmişdir. Düsturu yazın. Burada bizim düsturumuz olacaqdır. Y bərabərdir 1,2 x çıxılsın 0,5. Çünki burada bizə arqumentin qiyməti 1,2-nin hasilindən 0,5 ədəd çıxmaq funksiyanın qiyməti alınır. Biz ilk olaraq bir ədəd fikirləşirik. Ədədi isə bilmədiyimiz üçün nə ədəd olduğunu onu x olaraq götürürük. X ədədini biz vuranda 1,2-yə, yəni ona görə də bu şəkildə yazdıq ki, 1,2x və bundan hasildən çıxılmasını deyilir və 0,5-ə dəfə və biz də bu şəkildə yazacağıq. 1,2x çıxılsın 0,5. Bu şəkildə düsturumuz olacaqdır. İndi isə cədvəli tamamlayın. Cədvəli də eyni şəkildə bu düstura uyğun tamamlayacağıq. X-ə -5 verdikdə y -6,5 olacaqdır. Y -5,3 olduqda x -4 olacaqdır. Y -0,5 olduqda x 0. Y 1,9 olduqda x 2. Y 3,7 olduqda x 3,5. Y 7,9 olduqda isə x 7 olaraq yazacaqsınız. Cədvəli və düsturu bu şəkildə olacaqdır. İndi isə gəlin 9-cu suala baxaq. Tərəflərin uzunluğu 13 cm, 2x + 3 cm və 3x çıxılsın 1 cm olan üçbucağın perimetrini tapın və asitlik düsturunu yazın. Burada biz asitlik düsturunu hesablamaq üçün ilk olaraq bu misalı qururuq. 13 + mötərizə daxilində 2x + 3 3x çıxılsın 1. Biz burada dəyişənləri sadələşdiririk. Yəni bu ədədi sadələşdirəcəyik. Biz müxtəsər vurmalar da keçmişdik ki, buna uyğun olaraq sadələşdirəcəyik. Burada isə aldığımız kimi ən son sadələşdirmə ədədi 5x + 15 olacaqdır. B bəndində isə x-in verilən qiymətləri üçün PX-nin uyğun qiymətini tapın. X əgər 5 cm olarsa 40 olacaqdır. Çünki 5-i vuracaq 5-ə, üzərinə 15 gələcək 40. Bayaqki düstura uyğun olaraq. Bayaqki düsturumuz 5x + 15 idi. Düsturu bir kənardan yazıram. 5x + 15. Buna uyğun olaraq biz digərlərini də tapırıq. Sonra isə 5x 7 cm olanda 5-i vuracaq 7, üzərinə 15 gələcək. O da bizə verəcəkdir 50-ni. 14 olduqda isə 5-i vuracaq 14-ə, üzərinə 15 gələcək. O da bizə verəcəkdir 85-i. Perimetri 55 cm, 70 cm olan üçbucağın tərəflərinin uzunluğunu tapın. Tənlik bu şəkildə olacaqdır. 5x + 15 bərabərdir 55 cm. X də bərabərdir 8 və tərəflərini də buna görə tapacağıq. Bizə bayaq müəyyən ədədlər verilmişdir. Ona uyğun olaraq biz o ədədlərə görə hesablayacağıq. Birinci tərəf zaten bizə verildiyi kimi 13 idi. İkinci tərəf 2x olan idi və biz onun yerinə qoyaraq hesabladıq 19. Üçüncüsüdə isə 23 olacaqdır. Və həqiqətən də bu ədədləri toplayanda bizə 55 cm verir. İkincisində isə 5x + 15 bərabər 20 cm. X də bərabərdir 11. Eyni birincidəki kimi ədədləri yerinə qoyaraq birincisini 13, ikincisini 25, üçüncüsünü 32 tapacağıq. 10-cu məsələ. Düzbucaqlı şəkildəki kimi düzbucaqlı və üçbucaq kəsildi. Kəsilən fiqurların hündürlükləri h, qalan hissənin sahəsi s olarsa, SH funksiyasının düsturunu yazın. Biz bu düsturu necə tapdıq ilk olaraq? Burada biz gördüyümüz kimi bizə düzbucaqlı verilmişdir.
Düzbucaqlığın uzunluğu 10 cm, eni isə 5 cm verilmişdir. Biz də demişdik ki, düzbucaqlığın sahəsi, yəni S bərabərdir A vurulsun B. Ona görə də biz onu vuracağıq 5-ə, verəcəkdir 50. Biz düzbucaqlığın ümumi sahəsini tapdıq 50. Ona görə də düsturda da 50 yazdıq. Və 7H-ını isə tapdıq. Əgər düzbucaqlığın burası 6 cm olarsa, burası isə 10 cm-dirsə, ondan çıxacağıq 6-nı, buranı tapacağıq 4. Sonra isə biz buranı bildiyimiz kimi 5-dir. Ancaq düzbucaqlığın gördüyünüz kimi burada mavi hissi olduğuna görə biz bu düzbucaqlığını ümumən 5 deyə bilmərik. Ona görə də biz bunu olaraq burada olacaqdır. Burada əgər bizə üçbucaq verilibsə və burada isə düzbucaq verilir. Burada olacaqdır 4H olacaqdır. Burada isə olacaqdır 3H. Çünki 6H-ı da böləcəyik 2-yə. Çünki bu düzbucaq.